Lev Tolstoy, Əbədi ruhun səfəri. Bəzən bir insanın həyatı bütöv bir millətin ruhunu əks etdirə bilər. Bugün sizi insan ruhunun dərinliklərini araşdıran bir dahinin Lev Tolstoyun həyatına və yaradıcılığına səyahət etməyə dəvət edəcəm. 1828-ci ildə Rusiyanın Tula vilayətindəki Yasnaya Polyana malikanəsində aristokrat bir ailədə doğulan Tolstoy erkən yaşlarında valideynlərini itirmiş və qohumlarının himayəsində böyümüşdür. Bu itkilər onun əsərlərindəki psixoloji dərinliyin təməlini qoymuşdur. Kazan Universitetində şərqi dilləri və hüquq fakültəsində təhsil alsa da, universiteti bitirmədən yarımçıq qoymuşdur. Tolstoyun ilk əsərləri arasında uşaqlıq, gənclik və yeniyetməlik trilogiyası yer alır. Krım müharibəsində iştirak etdiyi dövrlərdə yazdığı Stavropol eskizləri isə onun realist üslubunun formalaşmasına səbəb olmuşdur. Lev Tolstoy 19-cu əsr realist ədəbiyyatının zirvəsində dayanır. Onun romanları təkcə siyasi və tarixi hadisələri deyil, həm də insan ruhunun dərin qatlarını əks etdirir. Tolstoyun əbədi və fəlsəfi fikirləri 20-ci əsr boyunca dünyanın müxtəlif yerlərində ruhani və siyasi hərəkətləri təsirləndirmişdir. Onun qeyri-zorakılıq fəlsəfəsi Qandi tərəfindən Hindistan müstəqillik hərəkatında istifadə edilmişdir. Əsərləri bu gün də dünya klassik ədəbiyyatında əsas sütunlardan sayılır. Tolstoyun ən məşhur əsərləri isə Hərb və Sülh, Anna Karenina, İvan İlçin ölümü əsərlərinin adlarını çəkmək olur. Tolstoy həyatının son illərində ruhani axtarışlara yönəlmişdir. Etiraf və inancım nədir kimi əsərlərində insanın mənəvi təmizlənməsi və sadə həyat tərzinin əhəmiyyətini vurgulayır. Tolstoyun hər kəs dünyanı dəyişdirməyi düşünür, amma heç kim özünü dəyişdirməyi düşünmür. Ən böyük həqiqət sadəlikdə gizlidir. Sevgi həyatın yeganə mənasıdır. Əsl din insanın içindəki səsdir, vicdandır. Kimi bir çox aforizmləri dillər əzbəri olmuşdur. 1862-ci ildə Sofya Bersi ilə evlənən Tolstoyun 13 evladı olmuşdur. Sonralar Tolstoy ailə var-dövlətindən və aristokrat titulundan imtina etmişdir. 1910-cu ildə 82 yaşında ailə münaqişələri səbəbilə evdən qaçan Tolstoy çöllərdə səyyar həyat yaşamağa başlamışdır. İndi onun adını daşıyan Astapova dəmir yol stansiyasında məskən salmışdır. Bu dayanacaq Tolstoy üçün son dayanacaq oldu. Xəstələnən Tolstoy elə bu dayanacaqda da məhsula doğru müqəddəslik axtarışında əbədi yola düşdü. Lev Tolstoyun həyatı və əsərləri insanın daxili dünyasının nə qədər mürəkkəb və dərin olduğunu göstərirdi. Onun yaradıcılığı oxucunu öz vicdanı ilə üz-üzə qoyur və düşünməyə vadar edirdi. Lev Tolstoy bugün də dünya ədəbiyyatına işıq salan öncüllərdən biri kimi qəbul olunmaqdadır. Sonda isə ənənəvi olaraq sizlərə bir sual ünvanlamaq istərdim. Lev Tolstoyun hansı əsərlərini və hansı qəhrəmanlarını bəyənirsiniz? Şərhlərdə yazmağı unutmayın. Bir də bu kimi videoların çox olmasını istəyirsinizsə, YouTube səhifəmizə üzv olmağı, abunə olmağı unutmayın.